Rahman, Rahim Allahın ismiyle başlayırıq. Çünki başlamağı Qur'andan öyrəndim. Qur'an hər zaman başlayanların kitabıdır. Qur'an başlamağı öyrədir. Necə? Rahman, Rahim Allahın ismiyle. Nə ehtiyac var başlamağa? Çünki yaradıcı cinləri və insanları ona ibadət üçün yaratdı. Bəs bu ibadət mənə nəyi qazandıracaq? Yaradıcı ibadət mənə nəyi qazandıracaq? Onun üçün oxu əmrinə tabe olan insanlar İslamı və Qur'anı necə oxudular? Bugün oxumaq üçün ilk təqdim edəcəyim kitab Mevdudi'nin İslam mədəniyyəti olacaq. İnsanın bir çox problemləri var, sualları var. Bu sualdan başlayaq. Həyat nədir? İnsanın yaşam məqsədi və bu həyatdan gözləntiləri nələrdir? İnsanın davamlı olaraq arzuladığı və bütün çalışmalarını üzərində yoğunlaşdırdığı ana məqsədi nədir? Yaşamın məqsədi haqqında sorulan bu suallar insanlığın xilas və müvəffəqiyyəti üçün inkişaf etməsi baxımından məcburidir. Yaşaya bilməyimiz üçün, yaşamda müvəffəqiyyət qazana bilməyimiz üçün bu suallara mütləq cavab axtarmalıyıq. Əlbəttə, sualların cavabı Mucib Allahdadır və Mucib Allah bizə qaranlıqdan aydınlığa çıxmağımız üçün kitab göndərir. İslamın dünya görüşünü anladan Mevdudi insanın həqiqətinə işıq yolu salır. Öncə insan nədən yaradıldığına bir baxmalıdır. Nədən yaradıldı? Bir dərs olaraq baxsın ki, nədən yaranıb? Bir erkəyin arxa kemiğin arasındakı və qadının sümüklərin arasındakı sudan yaranan insan, sənin təkəbbürün, inatkarlığın, kibrin, özünü bəyənmişliyin nəyə qədərdir? Yaradıcı deyir, ey insan, nədən yaradıldığına bir bax, kimə qarşı inad etdiyinə bir bax, nədən yaradıldın, necə yaradıldın, nə ilə yaradıldın, nə üçün yaradıldın? Bu Ramazan bu suallara cavab axtaraq. Hər zaman sualımızın cavablarının açarı Fatihə surəsindədir. Aləmlərin Rəbbinə həmd olsun. O Rəhman, Rəhimdir. Din gününün sahibi. Biz yalnız ona ibadət edirək, biz yalnız ondan yardım istəyirik. Bizi doğru istiqamətə yönləndir. Neymət verənlərin yoluna. İnadıyla qəzəbə gələnlərin deyil və hidayəti tanıdıqdan sonra yoldan azanların deyil. Əziz müsəlmanlar, doğru yol iblislə bərabər gedilir. Doğru yol hücumlarla bərabər olur. Əgər sizin hücumlarınız, sıxıntılarınız, yorulmağınız, parçalanmağınız, paramparça olmağınız varsa, deməli doğru yoldasınız. Doğru yolda olanlara salam olsun. Və Allah hər şeyin yaradılışını gözəl yaratdı və insanı yaratmağa palçıqdan başladı. Gəlin torpağa toxunaq. Həyatınızda sıxıntı varmı? Əlbəttə. O zaman başınızı qaldırıb səmaya baxın. Kimsəni günahlandırmayın. Səma elə bir qoruyucu təbəqədir ki, oradan ayrılan hər şey onun özünə də qaytarır. Suyu dənizdən çəkib buxarlandırdığı kimi yenidən dənizin özünə qaytarır. Və bizdən ayrılan hər şey bizim özümüzə qayıdır. O zaman bizə qayıdanları deyil, bizdən nələr ayrıldığına bir baxaq. Nədən yarandı düşüncələrimiz? Feillərimiz, hərəkətlərimiz düşüncələrimizin məhsuludur. Başımıza gələn hadisələr, təklənmələr, yıxılmalar, küsmələr, qəzəblənmələr, incimələr.
Deməyin ki, şeytan zəncirləndi, baydı. Artıq içimizdəki ilə baş-başa qaldıq. Kitaba sarılaq. Çünki Kərim Allah oxumağı öyrətdi. Qələmlə yazmağı öyrətdi. O insana bilmədiklərini öyrətdi. Alim Allahım, bu Ramazan bilmədiklərimizi öyrət. Bu 30 gün ərzində öyrənməyə gəldik. Oxu əmrinə tabe olmağa gəldik. Oxu. Yaradıcı Rəbbinin adı ilə oxu. 30 gün birlikdə oxuyaq. Başımızı qaldırıb səmanı oxuyaq. Başımızı qaldırıb ətrafımıza baxaq. Bu Ramazan kimdən küsdü, kimdən incidi, içimizdəki kinləri, kudurətləri, qəzəbləri tək səbəbi özümüzü görək. Çünki torpaqdan yarandıq. Torpaq ondan çıxan hər şeyi özünə geri qaytarır. Daha doğrusu torpaqdan ayrılan hər şey torpağın özünə qayıdır. Ey torpaqdan yaranan insan, özündən nəyi ayırdın? Bu 30 gün özümüzü müşahidə eləyək. Yaradıcı Rəbbinin oxu əmrinə tabe olmaq ümidi ilə. Yaradıcı təfəkkürə yönələn insanlara salam olsun.